İsrailin baş naziri Benyamin Netanyahu'ya jurnalist sual verir. Niyə Azərbaycana satdığınız silahı başqa ölkələrə satmırsınız? Cavab: siz niyə açıq sual vermirsiniz ki, Ermənistana niyə satmırsınız? Cavab isə budur ki, Azərbaycanla müharibə edən heç bir dövlətə silah satmarıq. Bu şərti biz Azərbaycan qoymayıb, bu İsrailin Azərbaycana olan sadiqlik, dostluq prinsipindən qaynaqlanır. Gəlin araşdıraq görək, İsrail həqiqətənmi Ermənistana silah satmır? İşğaldan azad edilmiş ərazilərdə düşmənin qoyub qaçdığı silah-sursat aşkarlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə Füzuli rayon polis şöbəsinin əməkdaşları tərəfindən 20 ədəd Spike markalı tank əleyhinə idarə olunan raket kompleksi, 20 ədəd Spike markalı tank əleyhinə idarə olunan raket kompleksi Google üzərində Spike antitank raket yazaq və görək ermənilərin qoyub qaçdığı bu silahı onlara kim satıb? Deməli belə, Spike İsrail yapımı 1/4-cü nesil taşınabilir güdümlü tanksavar füzesi sistemidir. Gördüyünüz kimi əziz Azərbaycan xalqı, bu silahı istehsal edən ölkə İsraildir. Mediamız isə xalqı aldadaraq İsrail Azərbaycanla müharibə edən heç bir ölkəyə silah satmır yalanını uydurur.